Yengeç bürcü 5 iyun 2025-ci il. Xəyalpərəstliyiniz və təəssürat qabiliyyətiniz işlərinizə biraz müdaxilə edə bilər. Bununla belə gün üçün ciddi planlar qurmamaq daha yaxşıdır. İstirahət etmək, xoş fəaliyyətlərlə məşğul olmaq, sevdiklərinizlə vaxt keçirmək üçün vaxt ayırın. Özünüzü uzun müddət müsbət enerji ilə doldurmağın vaxtıdır. Bir çox qoç impulsiv alış-verişə meyil olacaq və bu impulsa uymamaq daha yaxşıdır. Bütün ideyalarınız reallaşmayacaq, lakin bu daha yaxşıya doğru olacaq. Axşam saatlarında ev işlərinə fikir verməli olacaqsınız. Yaşlı qohumları ziyarət etmək zərər verməzdi. Xüsusən də onları uzun müddət görməmisinizsə. Buğa bürcü 5 iyun 2025-ci il. Günün əvvəlində həddən artıq impulsiv və əsəbi olacaqsınız. Beləliklə ciddi işlərə başlamamalı, ailə üzvləri ilə vacib söhbətlər etməməlisiniz. Bir çox buğa hər şeyi çox ciddi qəbul etməyə meyil olacaq. Bu da onların əhval-ruhiyyəsinə ən yaxşı təsir göstərməyəcəkdir. Səhər ən yaxşısı təcili ev işləri ilə məşğul olmaqdır. Bu sizə müsbət əhval-ruhiyyə qazanmağa kömək edəcək. Yeni ideyalar axtarmaq və gələcək üçün planlar haqqında düşünmək üçün yaxşı vaxtdır. Etibar etdiyiniz insanlarla narahatlıqlarınızı müzakirə etməyin zərəri yoxdur. Əkizlər bürcü 5 iyun 2025-ci il. Uzun müddətdir davam edən problemlərin həlli üçün əla gündür. Yığılmış ev işlərinin öhdəsindən gələcəksiniz və yaxınlarınız bu işdə sizə kömək etməkdən məmnun olacaqlar. Yaşlı qohumları ziyarət etmək fürsəti yaranacaq. Beləliklə gözəl vaxt keçirəcəksiniz. Bir çox əkizlər yeni bir şey öyrənə biləcəklər və əldə etdikləri bacarıqlar tezliklə onlar üçün faydalı olacaq. Sevdiyiniz insanla romantik görüşlər, səmimi söhbətlər üçün əlverişli zamandır. Bir-birinizə daha da yaxınlaşacaqsınız. Uzun müddətdir davam edən ziddiyyət həll edəcək, qarşılıqlı etimadı gücləndirəcəksiniz. Xərçəng bürcü 5 iyun 2025-ci il. Günün başlanğıcı qohumlarla görüş üçün idealdır. Bir çox xərçənglər təcrübəli insanların məsləhətlərinə qulaq assalar yaxşı olardı. Tam tətbiq olunmasa belə ən azı sizə faydalı fikirlər verəcəklər. Qonaqları qəbul etmək üçün yaxşı vaxtdır. Siz nəinki əylənəcəksiniz, həm də maraqlı fikir mübadiləsi aparacaqsınız. Axşam saatlarını sakit və tanış bir mühitdə keçirmək daha yaxşıdır. Həddindən artıq həssas olacaqsınız. Buna görə özünüzü dinləməyə və həyatınızda nəyi dəyişmək istədiyinizi başa düşməyə dəyər. Şir bürcü 5 iyun 2025-ci il. Gün vacib işlərə başlamaq, məsuliyyətli qərarlar vermək üçün uyğun deyil. İdeyalarınızdan bəziləri olduqca qeyri-mümkün olacaq. Ona görə də onları həyata keçirməyə vaxtınızı və enerjinizi sərf etməyin. Bununla belə, əksər şirlər yaxınları ilə qeyri-adi dərəcədə xoş ünsiyyət quracaqlar. Gözlənilməz və xoş görüşlər, romantik sürprizlər, uğurlu tanışlıqlar mümkündür. Alış-veriş etmək üçün əla vaxtdır. Çox xərc çəkmədən tam olaraq sizə lazım olanı tapa biləcəksiniz. Axşam saatlarında xoş xəbərlər gözləmək olar. Qız bürcü 5 iyun 2025-ci il. Kiçik şeylərə çox əhəmiyyət verməyin. Narahatlığınız artacaq ki, bu da yaxınlarınızla münasibətlərinizə yaxşı təsir göstərməyə bilər. Sözlərinizdə diqqətli olun. Çox nəzakətsiz ifadələr sizin üçün vacib olan birinə zərər verə bilər. İtirilmiş etibarı bərpa etmək gözlədiyinizdən də çətin olacaq. Tədricən müsbət insanların təsiri üstünlük təşkil edəcək. Günün ikinci yarısında mənəvi yüksəliş hiss edəcəksiniz. Bütün çətinliklərin öhdəsindən gələcək və aranızdakı insanlarla barışa biləcəksiniz. Tərəzi bürcü 5 iyun 2025-ci il. Vacib məsələlərin xüsusilə pulla bağlı məsələlərin həlli üçün əlverişli gündür. Etibarlılığını bir neçə dəfə sübut etmiş insanlarla yeni biznes layihələrə başlamaq şansınız olacaq. Bir çox tərəzilər yaxşı perspektivləri vaxtında görəcək və onlardan uğurla istifadə edəcəklər. Bununla belə ideyalarınızı həyata keçirməyə dərhal başlamamalısınız. Əvvəlcə hər şeyi diqqətlə düşünməli və ətraflı bir plan qurmalısınız. Axşam saatlarında uzun müddət görüşmədiyiniz qohumlara xüsusi diqqət yetirməyiniz zərər verməz. Siz ziyarətə gedə bilərsiniz və hamınız birlikdə hansısa tədbirə gedə bilərsiniz. Əqrəb bürcü 5 iyun 2025-ci il. Gün çoxlu narahatlıqlar gətirəcək. Təcili həll edilməli olan çoxdankı problemlər ortaya çıxacaq. Bir çox əqrəblər yaxınlarının işlərində kömək etmək üçün öz qayğılarına ara verməli olacaqlar. Sevdiyiniz insanla fikir ayrılıqları ola bilər, lakin bu ciddi problemlərə səbəb olmayacaq. Günün ikinci yarısında vacib olan hər şeyin öhdəsindən gələcək, pozitiv əhval-ruhiyyə qazanacaqsınız. Başqalarını başa düşmək sizin üçün daha asan olacaq. Buna görə də yaxınlarda hər şeyin rəvan etmədiyi münasibətləri yaxşılaşdırmaq imkanınız olacaq. Ox atan bürcü 5 iyun 2025-ci il. Siz güc və enerji ilə dolu olacaqsınız. Ona görə də gün maraqlı və hadisələrlə zəngin olacaq. Yeni başlanğıclar üçün gözəl vaxtdır. Sizə çoxlu orijinal ideyalar gələcək. Onları tez bir zamanda həyata keçirə biləcəksiniz. Bir çox ox atan faydalı əlaqələr quracaq. Nüfuzlu himayədarlar əldə edəcək. Qısa müddətli olsa da nəzərə çarpacaq dərəcədə gəlir artımı mümkündür. Özünüzü qeyri-adi bir şeydə sınamaq üçün əlverişli zamandır. İlk uğurları çox gözlətməyəcək. Bəlkə də həyatınızı daha parlaq və maraqlı edəcək yeni hobilər tapacaqsınız.
Oğlaq Bürcü 5 iyun 2025-ci il. Gün parlaq və uğurlu başlayacaq. Başqa insanların fikirlərini və maraqlarını başa düşməyi asan tapacaqsınız. Buna görə də pozulmuş münasibətləri bərpa etmək, mövcud olanları yaxşılaşdırmaq imkanınız olacaq. Bəzi oğlaqlar işlərinə və karyeralarına müsbət təsir edəcək faydalı əlaqələr qura biləcəklər. Şəxsi həyatınızda dəyişikliklər üçün əlverişli zamandır. Yeni tanışlıqlar sürətli qarşılıqlı rəğbət və ofis romantikasının başlanğıcı ola bilər. Günün sonunda yorğunluq və əsəbilik yığılacaq. Gəzinti və ya hər hansı digər fiziki fəaliyyət sizə emosiyaların öhdəsindən gəlməyə kömək edəcək. Dolça Bürcü 5 iyun 2025-ci il. Ən asan gün deyil. Ona görə də heç bir ciddi bir şey planlaşdırmamalısınız. Səhər saatlarında məişət problemlərinin həlli ilə məşğul olmalı olacaqsınız. Xüsusən də onları uzun müddət təxirə salırsınızsa, yaxınlarınızla xırda fikir ayrılıqlarından qaça bilməyəcəyiniz ehtimalı azdır. Lakin bu ciddi mübahisələrə gəlməyəcək. Tələsik vədlər verməyə ehtiyac yoxdur. Onları yerinə yetirə bilməyəcəksiniz. İşləri qaydaya salmaq, lazımsız şeylərdən qurtulmaq üçün əlverişli zamandır. Xərclərinizdə diqqətli və ehtiyatlı olacaqsınız. Ona görə də istənilən alış-veriş faydalı və uğurlu olacaq. Balıqlar Bürcü 5 iyun 2025-ci il. Uzun müddətdir məşğul olmadığınız işlərə başlamaq üçün yaxşı gündür. Hər şeyi gözlədiyinizdən daha tez yerinə yetirə biləcəksiniz. Bir çox balıqlar faydalı əlaqələr qura biləcəklər. Bununla belə an yeni cəsarətli başlanğıclar üçün çox uyğun deyil. Gələcəklə bağlı planlar haqqında düşünə bilərsiniz. Lakin onları bir az sonra həyata keçirməlisiniz. Siz bir səfəriniz varsa əlavə vaxt verin. Yol boyu kiçik gözlənilməz gecikmələri istisna etmək olmaz. Sevdiklərinizlə ciddi məsələləri müzakirə etməməlisiniz. Bir-birinizi başa düşmək həmişəkindən daha çətin olacaq.